Ağalar, Infiniti GX80 85.000 mil probeglə 5500 dollarla maşın girir müzayidə, 360 kamerası, 4 çəkəndir. Maşın ön tərəfdən çatışmayan detalları var. Salondan ağdərli salondur, heç bir airbag atmayıbdır. Luku var. 4 çəkəndir. Maşın bugün müzayidədə, gözəl qiymətə müzayidə bunu almaq olar. Şasi nömrəsi burada qeyd olunubdur. Arxadandakı maşın təsadüfsüzdür. Bedona rəng maşındır. Kim istəsə, maşın bugün müzayidədə. Gözəl qiymətə müzayidən alaq bunu sizlərə. Ağalar, Armada 2017-ci ildir maşın. Maşın 1700 dollardan girir müzayidəyə. 89.000 mil probeglə 360 kamerası var, radarı var. Təsadüfsüz maşındır. Bedona rəngdir. Qara dəri salonla, luku var, 4 çəkəndir. Arxa tərəfdən maşında heç bir təsadüf yoxdur. Gördüyünüz kimi hazır, gözəl maşın. Ağalar, Mercedes G-Class G63 AMG 2025'dir. Maşın 142.000 dollardan bugün girəcək müzayidəyə. Gördüyünüz kimi təsadüfi ön hissədəndir. Bir dənə bamper lazım olacaq, bir də yan yüzgüsü, bir də krılosunda kraskası olacaq. Krılo yenisən əvəz olmalıdır. Salona gəldikdə qara dəri salondur. Rulun airbagı, yan pərdə airbag, bir də şitin airbagı atıbdır. Luku var, dəri oturacaqları. Vinkod burada qeyd olunubdur. 4 motordur. Maşının arxadan heç bir təsadüfi yoxdur. G550'dir maşın, G63 deyil, G550. Sağ tərəfdən də ki, maşın təsadüfsüzdür. Kim istəsə, əlaqə saxlasın. Ağalar, günümüzün gözəl Genesislərdən biri. Genesis G72 motordur, 2021'də 61.000 mil probeglə 9500 dollarla maşın girir müzayidə. Maşında bir ədəd abritsovka, bufer lazım olacaq, bir dənə də faras. Kapot təmirə yararlıdır. Sol tərəfində heç bir təsadüf yoxdur. Qapılar bağlıdır maşında. Arxa tərəfdəki maşın təsadüfsüzdür. Sağ tərəfdəki heç bir təsadüf yoxdur. Sadə komplektasiyadır, arxa çəkəndir. Qara salonla. Bu da VIN nömrəsi. Qurtuluş qiyməti təxminən olacaq hardasa 12.000 dollara. Kia Sportage 2023 83.000 km probeglə 2.5 motor, ömürlü plaka, 9.500 dollarla maşın gecə müzayidəyə. Maşın təsadüfü sol qapısındadır. Maşına bir dənə sol qapı lazım olacaq. Qapısı açılmır. Deməli, salondan yan pərdə airbagı atıb, dəri oturacaqlarla tərtisi olunubdur. Salonun gözəlliyi, sidenya qızdırıcısı, rul qızdırıcısı, panoramik luku. Maşın bugün müzayidədə. Arxadan da heç bir təsadüfi var. Genesis 2016'nın Genesis'idir. Maşın bugün girir müzayidəyə. 86.000 km probeglə kareykadır, bedona rəngdir, təsadüfsüzdür. Heç nəyə yoxdur. Maşın gül kimidir. Start qiymətdəki 4.000 dollardır. Gözəl qiymətə bu maşın almaq olar. G380'dir. Genesis'dir. Hazır maşındır. Aldın, oturdun, sürdün. Salonun gözəlliyinə dəri oturacaqlar, panoramik luk, polnu full komplektasiya, sidenya qızdırıcısı, rulun qızdırıcısı, hər bir şey var. Arxa oturacaqların görürsünüz, sidenya qızdırıcısına kimi var, polnu full komplektasiyadır. Şasi nömrəsi burada qeyd olunub, bu fürsəti qaçırmayın. Bu maşını qaçırmayın, ağalar. Ağalar, 2022 Hyundai Palisade. Maşın bugün girir müzayidəyə. Maşın təsadüfi sol tərəfdən olubdur. Deməli, 2 dənə qapı lazımdır maşına. Polnu full komplektasiyadır. Kaligrafidir. Head-up display var. Panoramik lukdan. 360 kamera ilə də tərtisi olunubdur. Maşın bugün müzayidədə. Gözəl qiymətə almaq olar. Dəri oturacaqları, sidenya qızdırıcısı, soyuducusu, gördüyünüz kimi luku, hər bir şey var. Kim istəsə əlaqə saxlasın. Allah göndərək, şirkət eləyək. Ağalar, Mercedes E350. Hamının soruşduğu, axtardığı Mercedes bugün müzayidədə 2 motordur. 101.000 yol qət edibdir. 10.500 dollarla maşın girir müzayidəyə. Polnu full komplektasiya ilə
360 kamerası var. Sağ sol tərəfdən bedona rəng təsadüfsüz. Gördüyünüz kimi Y350 4 matik. Hamının istədiyi Mercedes'i tapdıq, çıxartdıq axırı. Steyni qızdıranı, memori paketi, dəri oturacaqları, elektron priboru, yeni rulu, ikili panoramik luklandı. Maşın bu gün müzayidədə, bu da şasi nömrəsi. Kim istəsə əlaqə saxlasın, müzayidədən gözəl qiymətə bu maşını alaq sizlərə. Hyundai Palisade 2020-ci ildir. Maşın 9000 doların müzayidəyə, 97.000 mil yürüyüşü var. Deməli, təsadüfi sol tərəfdən də kırlosudur, subaçokudur, farıdır, bamperi alınacaq. Sonra arxadan qapı hissəsində o belə bir yüngül təsadüfi var, təmir olunacaq. Bagaj hissəsində heç bir təsadüfi yoxdur. Sol tərəfdən də ki, maşın təsadüfsüzdür. Salona gəldikdə qara dəri oturacaqlarından təchiz olunub, heç bir airbag atmayıbdır. Polnu full komplektasiyadır. Gördüyünüz kimi farası burada təmirə yararlı deyil. Lükudakı var. Maşın bugün müzayidədə, bu da şasi nömrəsi 2020-ci il. Kim istəsə əlaqə saxlaya bilər, gözəl qiymətə müzayidən alaq maşını. Ağalar, Nissan Armada 2017-dir maşın, Clean Title, bedona rəngdir. 145 min yol qət edibdir. 10.500 dollarına maşın bugün girir müzayidə, 360 kamerası var, 4 çəkəndir. Gördüyünüz kimi 360 kamerası. Qara dəri salonu, lüku var, 4 çəkən. İdeal vəziyyətdədir maşın. Maşın heç bir təsadüfi yoxdur, hazır maşındır. Platinumdur, gördüyünüz kimi polnu full versiya. Kim istəsə müzayidədən gözəl qiymətə bu maşını almaq olar. Bedona rəng təsadüfsüz maşındır.